Bərdənin Nazırlı kəndində faciə baş verib. Uzun müddət ruhi xəstəlikdən əziyyət çəkən kənd sakini 1981-ci il təvəllüdlü Sərəncam Kərimova özünü kəndin mərkəzindən keçən dren kanala atıb. Hadisəni görən atası 1957-ci il təvəllüdlü ibtidai sinif müəllimi Yasin Kərimov qızını xilas etməyə çalışıb, lakin o kanalda boğularaq dünyasını dəyişib. Qız isə kənd sakinləri və polis əməkdaşlarının müdaxiləsi ilə sudan çıxarılaraq xilas edilib. Məlumata görə həyatını itirən Yasin Kərimov uzun illər Nazırlı kənd orta məktəbində müəllim işləyib. Səhər tezdən evdən çıxıb, saat hardasa ona işləmiş. Çıxıb qardaşını da dalayacaq gedib. Atası dalayacaq. Gedib dalayacaq, onu da qaytara bilməyib də. İndi özünü atır. Atı suya bu da onun arxasıca. Qız sağ, ata yox. İlişib, ata da ilişib burada, ağaca qalıb orada. Kim çıxardı? Sonradan gənə sağ olsun qonşular. Gəmiyə getdilər, gəmi ilə çəkdilər, çıxartdılar. Cəmilə Nəsir qızı Novruz Vəliyev, Həcər Həsənova, bugün informasiya proqramı üçün.